fere yalelelim. Al beni götür dereye yalelel yalelel, yarın olduğu yere yalelellim. Amanın aman aman zamanın zaman zaman, bizim düğün ne zaman yalelellim. Amanın aman aman zamanın zaman zaman, bizim düğün ne zaman yalelelim. Yaleler yaleler, sapını gümüşledim yalelerim. Sevdiğimin ismini yalelel yalelel, mendilime işledim yalelellim. Amanın aman aman zamanın zaman zaman, bizim düğün ne zaman yalelelim. Amanın aman aman zamanın zaman zaman, bizim düğün ne zaman yalelellim. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Xoş gördük. Bizi uzaq yaxın məsafədən izləyən, hər gün eyni saatda, eyni vaxtda 2 saat ərzində ekran qarşısında əyləşib bizi gözləyən dəyərli tamaşaçılarımız, xoş gördük hər birinizi. Başladıq yenə, nə başladıq? Bugün də qonaqlı, qaralı, fərqli peşə sahibləri, fərqli sənət insanları bugün efirimizdə qonaq olacaqlar. Amma indidən söyleyeyim ki, siz də elə ekranın otayında qəşəng pül rəngi bir çayınızı süzün, qoyun qarşınıza, izləyin bizi. Hava da xoşdur. Adətən hava belə fəslə uyğun olmayanda adamda bir əhval-ruhiyyə də olmur. Həqiqətən o tutqun, bir neçə gün bundan qabaq o havalar ki var idi. Gah yağış yağır, gah bulutdu, gah külək, bilmirsən yazdı, bilmirsən qışdı. Amma bugün hava çox gözəldir. Artıq ümumiyyətlə dünən də belə idi hava. Hava ümumiyyətlə insan həyatına sirayət eləyir, neynəsəniz də. Amma çalışıb hər bir havada insan əhvalını havaya görə kökləməlidir. Yəni hər bir havada belə deyək də əhval-ruhiyyənizin havası o yüksək dozda olmalıdır. Mən belə düşünürəm. Bir şeylər də öz əlimizdədir. Bir şeylər də yaxşı getmirsə, nəsə bir dolaşıqlar filanlar varsa, onları da bir kənara qoyağın. Bugünü bugün kimi yaşayağın. Vallahi o qədər ölümlər, itimlər, xəstəliklər, ümumiyyətlə insanı üzə biləcək nələrlənsə insan üzləşir, qarşı-qarşı olur və başa düşürsən ki, doğrudan da bugünü bugün kimi yaşamaq lazımdır. Yəni çalışmaq, düz biz yaşaya bilmirik. Müəyyən o özümüzə qoyduğumuz olmazlar var, sərhədlər var. İstəsək də, istəməsək də artıq bu bizim genetikamızda belədir. Bir millət olaraq ancaq övladımız üçün, ailə üzvlərimiz üçün bu şəkildə yaşayırıq. Amma çalışıb özümüz üçün də bugünümüzü də bugün kimi yaşamalıyıq. Valla ömür bir nə bilim ildırım surəti ilə gedir. Dünən gördüyüm balaca uşaqlar bugün baxırsan nə boydadır, deyirsən ay Allah, zaman mı durdu, bunlar necə böyüdülər, bu uşaqlar hardan çıxdılar, necə keçdi vaxt, adama belə gəlir. Amma bir də içində yaşamırsan axı, içində də bir uşaqlığın qalır. Elə bilsən ki, tam-tamdan uşaqlığı normal yaşaya bilmirsən. Hələ uşaqsan, qarma-qarışıq bir həyat keçirdirsən. Həyatımız belə sürətlənibdir. Nəsə, başlamışıq. Bu arada xatırladıram ki, Milan VIP Hospital, Agromal Özbekistan məhsulları və Doktor Seyfəddin klinikası bizimlə bərabər addımlayırlar. Əziz tamaşaçılarımız, bir məqamı vurğuluyum. İş axtaranlar, işsiz olanlar mütləq əlaqə saxlasınlar Agromal Özbekistan məhsulları ilə. Orxan nömrəni də təqdim elə. Bu Ramazan ayında 11 ayın sultanı olan bu mübarək ayda qoyun sizə bir yaxşılığımız dəysin. Televiziya olaraq, bir proqram olaraq.
Çox saylı sürücülərə buradan müraciət eləyirəm. Sürücülər, ambardarlar, hesabdarlar, yəni buxaltırlar, satıcılar, kassirlər, xüsusilə kassirlər tələb olunur. Yüksək əmək haqqı ilə sürücülər əlaqə saxlayın aşağıdakı nömrə ilə 050 672 89 83 nömrəsi ilə işsiz qalmayın. Əmək haqqı deməli 800-1000 manat arası dəyişir. Mütləq əlaqə saxlayın, başlayın işə, gücə. Mən dəvət eləmək istəyərdim. Digər qonaqlarımızı birazdan çağıracağım. Bəli. Və bir xatırlatma da edim, əziz tamaşaçılarımız, iş elanı dedim. Amma sponsorlarımıza da qısa da olsa təşəkkür bildirim. Deməli, proqramımızda Milan VIP Hospital var. Milan VIP Hospital hal-hazırda həkimlərin qəbulu pulsuz olaraq keçərlidir. Robot test aparatı 50 manatdır. Artıq 185 manat ödəniş eləmirsiniz. Stasionar şöbəmiz də fəaliyyət göstərir ki, gedib bu xidmətlərdən də yararlana bilərsiniz. Buyurun, gedin, şəfanızı Milan VIP Hospitalında tapın. Təşəkkürlərim olacaq Agromal Özbəkistan məhsullarına. Bəli. Demək, əziz tamaşaçılarımız, vurğulamaq istəyirəm ki, Özbəkistan məhsulları artıq yepyeni bir böyük mağazasını Bakı şəhərində Şərq bazarı, bunu hamı tanıyır da buranı, orada açıbdır. Qiymətlər də orada digər mağazalarımıza nisbətdə çox münasibdir, yeni açıldığına görədir. Yəni açılışa görədir. Amma Agromal 3-cü mikrorayon dairəsində Bakıda, Sumqayıtda, 41 ada, Gəncədə, Beyləqanda, bundan əlavə Lənkəranda, Şəkidə, Ağcabədidə, Biləsuvarda, Cəlilabadda, Qusarda, Astarada, Xaçmazda, Qubada, Kürdəmirdə, Bərdədə, Masallıda və bir sıra Saatlı Sabirabad da daxil olmaqla rayonlarımızda mağazalarını açıb da artıq gedib kilo ilə paltarları oradan alın. Paltarların 1 kilosu 20 manatdır. Bəli, təsəvvür edin 13 ədəd çay dəsmalı, yox 20 ədəd çay dəsmalı 13 manatdır. Şok bir qiymətdir. Və Doktor Seyfəddin Klinikasına da təşəkkürlər, təbii sularla müalicənin bir tək ünvanı da. Biz belə deyək ki, Orxanımız ayrılaq, hə? Belə deyək ki, ayrılaq, çox qısa bir aramız olsun. Reklamı və reklamlardan sonra artıq qodaqlarımızın hamısı studiyamızda olacaqlar. Gözəl bir nəğmə ilə davam edəcək. Bizdən qalın. Davam edirik əziz tamaşaçılarımız, qonaqlarımız studiyadadılar. Sabahları xeyir olsun gözəl insanların. Tağı Salihoğlu, illərin gözəl ifaçısı, illərin sənətkarı, bizim dostumuz, gündən günə cavanlaşan, bilmirəm bu nə yeyir, nə içir. Valla, həqiqətən. Tağı müəllim buradadır. Tağı müəllim, hə. Sonra Nəcmə xanım İlkin, bizim gözəl şairəmiz. Nəcmə xanım, sizin də sabahınız xeyir olsun. Və əlbəttə ki, mənim dəyərli dostum Azərbaycanın bayrağını xarici ölkələrdə, vətəndən kənarda dalğalandıran bizim idmançımız Sərhəd Quliyev buradadır. Özü yeni yarışdan gəlib. Birazdan danışacağıq. Sabahınız xeyir olsun. Necəsiz? Çox sağ olun. Biz yaxşı. Bayramlarınız da mübarək olsun. Teşekkür Və ederim. bizi izləyən tamaşaçılarımızı da salamlayırıq buradan. Onların da bayramları mübarək olsun. Qoy bu bayram hər birinin evinə ruzi bərəkət gətirsin, sağlamlıq gətirsin. Xalqımıza əmin-əmanlıq gətirsin, firavan həyat gətirsin. Və sizin kimi dəyərli insanların bizə dəyər verir, dəvət elədiyinizə görə öncə təşəkkür edirəm və sizləri də Allah həmişə var eləsin. Çox sağ olun, sevdiklərinizlə bir yerdə gözəl bayramlar keçirin. İnşallah, təşəkkür edirəm. Tağı müəllim, siz necəsiz? Şükür Allah'ın bu gününə, şükür Allah'ın böyüklüyünə. Gözəl bir ay yaşayırıq, bayram ayıdır. Yəni Novruz bayramı, hamının, müsəlmanların oruçluq bayramı var. İnşallah onu da qeyd edəcəyik. Mən oruç tutanları buradan salamlayıram. Duaları, oruçları qəbul olsun inşallah. Və bizi izləyənlər, ekran qarşısında əyləşənlər mən salamlayıram. Sizə də
çoxlu salamlar var. Rusiyanın Nijni Novgorod şəhərindən Mehman müəllim sizə İmenoy Sağ sizi olsun, salamlayır. Mehman müəllimə təşəkkür Mən buradan edirəm. Mehman müəllimi salamlayıram. Azərbaycandadır, xoş gəlib, səfa gətirib. Aa, nə gözəl. Əlbəttə, indi onun mən bir ana mahnısını, yəni o bizim sizin kollektiv də çox sevir. Yəni Dünya TV-nin işçiləri o mahnını da ifa Bu günlər edir. onu kimsə oxuyurdu müğənnilərdən. Oxuyublar, intihası Xudayar, İndi kim Xudayar oxuyub bilmirəm. Əliyaroğlu var. Bizim kim oxuyub proqrama bilmirəm. qonaq Yəni o gəlmişdi. ana mahnısı çox sevilir, yəni Azərbaycanda. Dedi Tağı müəllim icazə verib. Müğənnilər də çox müraciət edir ifa eləməyə. İndi hər kim oxuyur, Allah canını sağ eləsin, amma gərək qol qanadını sındırmayasan da bu var. Bir daha salamlayıram, sizi salamlayıram, Təşəkkür qonaqlarımızı Təşəkkür salamlayıram. Necəsən ay Allah Sərhəd? canını sağ eləsin, Çox sağ sağ ol olun. əzizim. Necəsən Sərhəd? Təşəkkür edirəm, çox sağ ol. Qonaqlarımıza salamlayıram. Ekran qarşısında oturan tamaşaçılarına da salamlayıram. Bayramlarını təbrik edirəm. Can sağlığı, uzun ömür arzu edirəm Azərbaycan xalqına. Ruzi bərəkətli, xoşbəxtçilik arzu edirəm və mən sənə də öz təşəkkürümü bildirirəm ki, Sami, hər zaman yarışdan qaydanda dəvət etsən verişmə, bizim kimi idmançıları tanıtdırırsınız, işıqlandırırsınız ki, həqiqətən də Azərbaycanın belə bir igid Haçan yoldaşı var. gəlmirsən yarışdan? Aprelin 26-sından 28-də dünya çempionatımızı Türkiyənin İstanbul şəhərində idi. Beynəlxalq Dünya Döyüş Sənətləri Federasiyasının dünya çempionatı idi. Bir 50-yə yaxın ölkələr var idi. Çox güclü idmançılar da var idi həqiqətən. Özümdən 2 dənə də idmançı aparmışdım. Biri 2-ci yerə çıxdı dünya çempionatında, biri 3-cü yerə çıxdı. O da həqiqətən də dünya çempionatından, Avropadan Azərbaycana əgər 2-ci, 3-cü yerlə gəlsəm, o çempion deməkdir. Yəni vətənimiz üçün necə deyim, belə bir igidlər böyütmək bizim borcumuzdur. Təşəkkür, xoş gəlmisiniz. Tağı müəllim, Tağı Salihoğlu. Bəli. Gəlin sizdən bir ifa təqdim edək, biraz apabanı dəyişək. Məmnuniyyət. Ondan sonra davam eləyək. Gəlin əzizim. Olsun.
Teşekkürler Tağı sağ müəllim, olun. teşekkürler. Bu da köhnə mahnılardan, Var köhnə olsun nəğmələrdən də, hə? Necə? Bu da köhnə nəğmələrdən. Köhnə namələrdən də o Şirvan aşıqlarının, bunu Aşı Şakir də oxuyub rəhmətli, Allah rəhmət. Çox adam oxuyub, amma Çox sizin aşıq. səsinizə bir Çox daha aşıqlar var. gözəldir. Mən də- Tamam, o mahnı elə bir gözəlləşir, gül açır, çiçək açır. Mən o mahnının sizin səsinizə çox qulaq asmışam. Sözün həqiqəsi biraz da kövrəlirəm. Nədirsə Burada- hə. Bugün kövrəlsin, Tağı müəllim gördün Yox. kövrəldi. O mahnını Tağı müəllimin səsində eşidəndə başqa adamlarda var. Bəlkə də o mahnı mənə quru gəlir, bəlkə də istədiyim belə nətər insanın ruhunu təzələmir və insana kövrəklik vermir. Bilmirəm. Tağı müəllim oxudu, tamam başqa cür O oldu. Sən bir aşıqların şey hər deyim, bu niyə özü qocalmır? Sən bilərsən. Tağı müəllim, xahiş Sən edirəm mənim gedəndə canım. üzəri Bu nə yeyir, nə içir? Bu adam niyə qocalmır? Bu insan, bu gözəl dostumuz. Əsl Niyə insan odur ki, qocalır? özünü Şair saxlamağa Hamı məndən bacar. soruşur, Şair nə deyir ki- cür var deyirdilər ki, Tağı müəllim elə qalıb. Şairə xanım, şair deyir ki, qocaldır insanı, qocaldır zaman, ürəyin ateşi közü qocalmır. Dağları, daşları Görsən nə- qocaldan zaman, Zaman bilmirəm bəs niyə özü Mən bir qocalır. şeirim var. Yamanca qəddardır zaman da, vaxt da, yazılan tarixdə, verilən vaxtda, könlümün sevdası qurulan taxta, qəm xəbər tutmamış, oyanmamış gəl. Sevgidən qırılan lələyim olma, dilimi yandıran gileyim olma, bəxtimdən dönərgi taleyim olma, ayrılıq yolumda dayanmamış gəl. Yamanca nə xeyrim qalıbdı, nə də ki şərim, şeş qoşa vermədi atılan zərim, əlinlə yazdığın sevgi əsərim, həsrətin rənginə boyanmamış gəl. Elə ər köynən bu sevgidə mən, bəlkə sən olasan nazımı çəkən, yazıq Nəcibənin bağrını sökən, kədər ürəyinə gəl, kədər ürəyini gəl oymamış gəl. Sənə qurban, bilirsiniz nətərdir, bizi yaşadan o mahnılardır, o şeirlərdir, o ürəyimizin, qəlbimizin, o, belə deyim, paxıllıqdan, bəzi hisslərdən uzaq olmasıdır. İnsanı cavan saxlayan bilirsən nədir? Bax Tağının mahnıları. bax deyirəm ki, o mahnını, o istedadı Allah hər kəsə vermir ki, ya şeirimi, ya o səsimi, onlar insanı yaşadıb cavan saxlayan bir amillərdir. Amma vay o gündən ki, hər gün taxıl çəkəsən ki, qonşunun maşını var, 3 mərtəbəli evi var, ay bu qonşu bunu aldı, mən geri qaldım. O insanı qocaldır. Tağı müəllimdə o yoxdur. O bir xəstəlikdir artıq. Bəli, O artıq bəli. bir xəstəlikdir. Tağı müəllim, inansınız məndən çox adamlar soruşur ki, elə bilirlər ki, Tağı müəllimin çox belə böyük bir yaşı var. Əslində elə deyil. İndi mən də biraz belə şey deyirəm. Niyə görə? Tağı müəllim çox erkən yaşlarında, çox belə yaşı az olanda da, belə 17-18 yaşından oxuyur deyə, insanlara elə gəlir ki, bu day Sonra elə adam var, mənlə yaşıdır. Deyir, mən uşaq idim. Yaxşı, sən mənlə yaşısan. Nətər uşaq ola bilərsən? deyir, mən uşaq idim sənə qulaq Sənə asım. bu qədər bir qulaq as. Var, belələri var, elə dinləyicilər var. Bilirsiniz nəyə görə? Elə siz ki çox az yaşında başlamışsınız. Məsələn, 17-18 yaşından İndi o artıq bilirsiniz, o kasetləriniz Kasetlərdə əl-əl elə bilim gəzirdi. ki, mənim yaşım çoxdur da, o nə əlaqə? Ona bil, Amma- yoxsa kişinin elə çox yaşayırdı, cavan Çoxdanan oğlan. sənətdə olmusunuz, zaman da sürətlə gedir. Elə bilirlər ki, elə Tağı müəllim neçə illərdir da. Hə, belə deyir, bilir. Məsələn, deyirsən İsrail Məmməd deyirlər, çoxdanın müğənnisi Allah rəhmət deyir. eləsin, Məmməd Bağıra. Allah rəhmət rəhmət, eləsin. bayram günündə, Allah ona rəhmət. Allah rəhmət eləsin. Böyük Gözəl sənətkar. insandır, bəli. İlk dəfə mən onunla görüşəndə dedim ki, mən filan kəsəm də. Belə mən altdan yuxarı süzdü belə. Bilmə elə bildim sənin 60 yaşın var. Bu Allah hamd olsun, onu deməyini deyirəm. Sənin neçə yaşın vardı? Mən cavan oğlan idim. 20 yaşım olardı belə. İlk dəfə biz onunla Nardaranda görüşdük. Dedim, səsinin tembrinə görə, oxumaq tərzinə görə. Elə bildim ki, sən bir yaşlı Elə adamsan. bildim, yaşlı adamsan. Yəni elə hesab edənlər çoxdur. Çoxdur. Tağı müəllim, lap birinci o deyirlər sillə vuran
Mahnınız hansı oldu belə kasetləriniz yayıldı, Ta Salihoğlu, Mənim də yadımda deyil. Mən bilirsin, yadımda gəzirdi. Əmi qızı, əmi oğlu, yoxsa oralara? Mən oxuduğum mahnılar hamısı Bəda Hətan olur, özü toyda zapis eləyiblər. Ən birinci Ən çox toy zapislərinə qulaq asırdıq. O əmi qızın mahnısı da ki, partlayış olub da, yəni onu sevməyən olmuyor. Nə qədər əmi oğlu, əmi qızlar vardı, Etibarsız vaxt mahnısı hamısı olmuşam, evləndilər. dinləyicilərimiz çox gözəl bilir. Ay, etibarsız, Ceyhunun mahnısı ağlama, ağlama. Dedilər axtarır səni bir gözəl. Yəni o dövrün ilk Mahnıları. İndi necə ki, meyxana janrı dəbdədir, o zamanlarda hər dövrün bir musiqi şey olur da. Bəli, bir musiqi. Hər dövrün bir musiqi Vaxtlar olur. Yəni musiqi həqiqətən vaxtları var. O dövrdə o musiqilərə qulaq asırlar. Yox, o dövrdə Samir var idi. Bax, məsələn, mənim oxuduğum o mahnılar dedilər, axtarır səni bir gözəl, dedim istəsəydi, tapardı məni, dedim istəsəydi, tapardım. Yəni, mexana stil, o vaxt Nizami vardı Rəmzi, Allah rəhmət edin. Onun oxuduğu mahnılar dəbdə idi. Onda necə idi? Dəbə minirdi bugünkü kimi, yoxsa yox? Onda o mahnılar sevilirdi. İndi təzə çıxan mahnı 3 aydan artıq getmir, 4 aydan artıq. İndiki mahnıların canı yoxdur ki, ruhu yoxdur ki. Çünki dəyər Bugün var, oxunur, sözündə sabah dəyər yoxdur. var. Sabah yoxdur. Bəli. Sənət o kəmər gətir görüm Necmi xanımın belini olar. Oyda. Sizə verilib, hə, nə gözəl. Yox, mənə verilməyib. Yox, Bəli. sizə hə, təbrik edirik. Nə kəmərdir bu? Bu dünya çempionatının kəməridir. Dünya Dünya çempionatı. Döyüş Sənətləri Federasiyasının İndi bu nə kəmər sayılır? dünya kəməri. Dünya kəməri. Hə, nə gözəl. Aa, Təbrik edirik. təbrik edirik. Daha böyük uğurlar əldə eləyin. Təşəkkür edirəm, təşəkkür Fəxrimiz. edirəm. Hər bir insanın öz işi üzrə Bəli, bəli. vətənimizə Allah xidmət canını sağ edir. eləsin. Azərbaycanın adını Vətənimizi, yüksəldirsən. bayrağımızı siz təmsil eləyirsiniz. Şərəfimizdir, Bəli, o vallahi. şərəfimiz əlbəttə. Çox sağ olun. Var olun. Yəni bu günləri biz idmançılar fərqi yoxdur. Məsələn, musiqiçilərimiz də bilirsiniz beynəlxalq turnirlərdə, beynəlxalq ölkələrdə də belə deyək də əgər öz sənəti üzrə vətənimizi, bayrağımızı yüksəldirsə, bu bizim üçün böyük fəxrdir həqiqətən də. Əlbəttə Bayaqlar ki. xanım bir söz dedi, bir paxıl o qədər paxıl insanlar var. Həqiqətən də mən bugünkü gündə mən necə deyim, necə siz öz işiniz üzrə çalışırsınız gecə gündüz. Bax, mən də eləsinə öz işim üzrə oturmuram, məşq edirəm, hər gün məşq edirəm. Daha da irəli gedək, daha da məqsədimiz var. Bəli, məqsədimiz var. Amma o xanım bayaq gözəl bir söz dedi, paxıl insanlar çoxdur. Həqiqətən onlar olmazsa biz qabağa gedə bilmərik. Sənət idmanda da var, məsəl üçün öz o kolleqalarınız arasında. Əlbəttə, biri var yaxşı Mən mənada. olmayım, sən ol, Hə, sən biri ol, var sən yaxşı olma, mənada. Həsəd tapar. Paxıllığı çəksinlər. Bir də var ki, udub gəlirsən, əziyyət çəkirsən, necə deyim, əziyyət çəkirsən də mən də xoşlanmıram ki, kimsə Çoxsa həzm eləmir. Hədə bəli, ay sahib. Çünki mən oturmuram axı. Hər gün gecə gündüz məşqlərimi eləyirəm. Yəni məni tanıyanlar da bilir ki, mən oturmuram. Bütün gün idman zalındayam mən. Öz övladlarıma vaxtımı ayıram, onların təhsilinə, idmana apar gətirirəm. Sami müəllim mənim qızlarımı tanıyır, onlar da idmançıdırlar. Allah qorusun, Allah maşallah. sizinkiləri də qorusun. Amma necə deyim, var Sami müəllim. Elə paxıllar var ki, məsələn, udub gəlirsən, elə məsələn idmançı var 25 yaşda falan deyir qocalmışam. Mənim vaxtım yox, amma elə deyir axı, idman yaşa baxmır. Əgər sənin içində idmana həvəs varsa, fərqi yoxdur, eləyəcəksən idmana. O nə qədər o paxıllar bizim paxıllığımızı çəksə də, onlar üz üstürəm yerində qalır, biz qabağa gedirik. İnşallah. Yəni onlar İnşallah. olmasa da biz qabağa gedə bilmərik. Bizi necə deyim, Yəni adımızı stimul verən onlardır. Bəli, məsələn, otururlar həm məsələn, filan kəs bu idman deməli, o da biz varıq ki, bizi reklam eləyirlər, varıq ki, bizim adımızı çəkirlər. Ona görə də Allah yaxşıları qorusun. Amin. Amin, amin. Necmi xanım, Sərhəddə oradan danışdı, Tağı müəllimlə. Baxın, nə qədər müğənnilər... Tağı müəllim, mən bugün sizə bir məclis deyəcəm, ha. Yaxşı yadıma düşdü. Şəhərli olsun. Vallahi bugün deyəcəm. Özüm demirdim ki, neçə vaxtı bir ev sahibi var. O toyun həm təşkilatçısı mənəm. Mənə dedi ki, biz Tağı müəllim orada mütləq olsun yarım saatlıq. Dedim, baş üstə. İndi vaxtını mən sizə deyəcəm. Yaxşı yadıma düşdü. Yığıb deyəcəkdim, amma bilirdim ki, qonağım olasınız, dedim, burada deyərəm. Tağı müəllim tələbatlıdır, həqiqətən ha. Yəni, necə tələbatlıdır? Bax, bir də görsən, insanlar var da, indi çox təəssüf ki, toylara
evdə uşaqlar qərar verirlər. Bəli, bəli. Bəylə gəlin, o olsun, bu olsun. Onların da əksəriyyətinin musiqidən xəbərləri yoxdur. Elə efirdə kim var? Deyirək, bu yəqin yaxşı oxuyandır da. Amma yaşlı nəsil insanları, orta yaş nümayəndələri, onlar bilirlər artıq illərin təcrübələri var da. Onlar bilirlər əsl oxuyanlar kimdir, onlar bilirlər əsl yazarlar kimdir. Mən valla bir adam şeir desin ya, onlar bilirlər Tağı müəllim kimdir əslində. Elə bir dənə səsindən bircə elə biraz qulaq asan kimi, rəngindən siz Çox demiş. şükürlər olsun ki, son vaxtlar seçim bəylə gəlin olur. Yəni mən özümə görə deyirəm. Aha. Yəni bəyin gəlinin seçimi. Sən olsan. Mən çox da Yəqin o bal dodağından yisvayız. Yox, nəsə də indi bəylə gəlin özü zəng eləyir. Bir var evdən böyüklər var, amma bəyin gəlin özü zəng eləyir. Nə gözəl. Şükür, belə ki. Sən o O bal vaxtda da elə bir dodağından adət var idi. Şəxsən bizim üzr istəyirəm toyumuzda yoldaşım Səxavət, Allah rəhmət eləsin. Səxavət Məmmədovu. Dedi ki, yox, dedim o gəlməsə mən Gözəl sənətkardır, Allah rəhmət eləsin. dur da. Oxuyub toyumuzu. Yəni mən Neçə çox gəlmişdi sevirdim. vaxtı Nəcibə xanım? Vallahi onu bilmirəm, yadımdan çıxıb. pulu Yəni kim biz verib? hələ tələbə vaxtı ya evdən veriblər yəqin. Tələbə vaxtı biz onun konsertinə gedəndə mən dedim yox, mütləq Səxavətin konserti və mən getməliyəm ora və çıxdım ona görüşdüm. Elə bilirəm ki, dünya mənə verildi. Yəni elə bir sənətkarlar var. Dedin toyumda mütləq siz olasınız. Yox, mən onu demədim, özləri demiş. Mən utanırım onu deməyə. Oğlan evi demişdi. Hə, oğlan evi özünü danışmış. Amma Səxavəti gətirmək də gərək biraz maddi durumun yaxşı olaydı da. Yoldaşın elə yaxşı idi. Yoldaşım qaynatam ferma müdürü idi. Yəni nə bilim hamısı imkanı idi, pis deyildilər. Yaxşı idilər. Hə, yaxşı idi. İndi nə dərdilər? İndi isə qaynatam rəhmətə gedir, hamısı rəhmətə gedir. Ferman dağıtdı, yedilər dağıtdılar. Yox, iş orası yeyən deyil idi. Oyunlar xəstəlik. Bizim deməli şifahi məlumatımızın vaxtıdır. İzləyək 2-3 dəqiqəlik aramız olacaq, davam edəcək əziz tamaşaçılarımız. Telefonlarımda dayanmır bu arada, zəng-zəngin dalınca. Davam edəcəyik. Hörmətli tamaşaçılarımız, proqramımızın baş sponsoru Milan VIP Hospitalıdır. Bilirsiniz ki, Milan VIP Hospitalında xüsusi aparatlarla müalicə həyata keçirilir və bütün xəstəliklərlə bağlı robot test müayinəsi məhz Milan Hospitalındadır. Bugün Milan Hospital ölkəmizin ən qabaqcıl klinikaları sırasındadır və Milan Hospitalda stasionar şöbə də fəaliyyət göstərir ki, yatış üçün də xəstələrimiz o şəraitdən yararlana bilərlər. Digər sponsorumuz Agromal Özbəkistan məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən Agromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkür bildirmək istəyirəm. Xətai rayonunda Həzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Davam eləyirik əziz tamaşaçılarımız. Bu arada mənim dəyərli dostum stilist. Stilist nədir? Tərgül. Beynimdə stilist qalır. Tərgül Bərdəli. Bizim gözəl müğənnimiz. Niyə yoxdur Tərgül xanım? Tərgül xanımı salamlayıram bura. O cür səslə oturub evdə. Niyə yoxdur Tərgül xanım efirimizdə? Tərgül, mən bir yaxından çəkin görüm, haradasan sən? İtmirsən. Sənin şəklini verib axtarışa verəcəm. Gəlib çıxmırsan buralara. Salamlayıram. Vaxtı yoxdur. Vaxtı yoxdur. Onun başını qaşımağa vaxtı var. Və mənim çox dəyərli dostum Firat bəy də buradan salamlayıram. O da çox qəşəng bir stilistdir. Çox gözəl. Bərdədən kimsə var idi, bir müğənni də var idi. Firatı salamlayıram. Reyhan yox.
Reyhan Rəcəbova. Rəcəbova çox gözəl gözəl oxuyurdu. oxuyurdu, O necə oldu? O da çox salamatdır. Olsun, ya Allah sağ eləsin. Niyə oxumur? Gözəl vallahi. səsi var idi. O cür gözəl. Ay, Sən toyu kim oxuyub? Sən qaçqınçılığa düşərsən yəqin. Yox, 2013-cü il oldu toyum. Bakıda Karvanşahlı sarayında. Elə Kim tanış oxuyub yerdə. toyu? Vallahi bilmirəm, heç elə çağırmışdılar, amma beləncə tanınmışlardan yox idi, yox. Tez evlənmirsən sən onunla? 2013-də də. İkinci dəfə evlənmirsən? Yox, birinci dəfə. Kimlə? Siz də laf ergizi sualına döndüyü. 2013-də. Tez neçə ildir artıq? 10 neçə ildir evlənmirsən? Bəli. Sən uşaqlar nə yaxşı böyükdür? Uşaq da göz vaxtsam desin böyük. Yox, uşağın böyüyü də axı sən. Qızın neçə Böyük yaşı qızım var? 5-də oxuyur. Tamam, sən neçə yaşında? Neçə yaşında ailə qurmusan? 27. 27. Tamam, mənim 20 yaşında 100%. Ya, mən evlənmə Hə, 26 yaşında. 26. İndi mən 22 yaşında. Sən heç qoymayıblar, gözünü açarsan. Mən elə üstün elə 5-ci Ferma müdürü qoymuş. Firma müdürü? Yox. Qaynatasıymış firma Hə, müdürü. qaynat müdürü. Yox, yoldaşım. Demə, yağ içində injiner işləyirdi pendirin yanına düşmüşəm. Getdin düşmürəm. Həqiqətən də elə nə vaxt nə belə kef çəkdiysə o dövrlər çəkdik. Allah rəhmət eləsin ki, yenə yağdan, pendirdən, qaymaqdan İndi də yedizdirdik. göndər biri, göndərən yoxdur. Kim var ki göndərə? Orada heç kəs. Yəni qaynım var ya orada, amma Göndərmir. onlar yoxdur. Yox. Valla Yoxdur göndərmir. yoxdur. Maşallah indi hər yerdə Gəncə qaymağı satılır. Yox, onu Özüm demirəm. dedim, vallahi. O rayondan gələn dadlı olur da. Bilirsən ki, bu sən öz elindən, obandan Orası gəlib. düzdür. Nə bilim, öz bağından, bağçandandır. Bu söhbəti yoxdur. Pay şirin şeydir. Həqiqətən. Bilirsən, söz deyim. Evin bir oğluna, iki oğluna getmirsən də. Yox, 4 oğlan idi. Allah Allah rəhmət eləsin, rəhmət ikisi Allah. rəhmətə gedib. Yoldaşımla bir qaynım durur. Yox, evin böyük oğluna getmişəm. Mən evin kiçiyi, o evin böyüyü. Təsəvvür 13 nəfərin içinə düşmüşəm. Yoldaşının neçə yaşı vardı? Sən 22 yaşı. Yoldaşımın 25. Hətta institutu təzə qurtarmışdı. Sən mənim üçün harda gördü, sevdi səni? İnstitutda, elə da, yəni Bakıda görüşmüşüm. O ayrı institut oxurdu, mən də ayrı institut Yəni oxurdum. harda gördü səni? Valla bu Dərnəgül tərəfdə idi. Mən deyəsən instituta gedirdim. Nəysə bilməm, avtobusda deyəsən görüşdük, tam yadına deyil. Sonra hərdə belə o Düşdü vaxt. dalıva. Hə, bir dostu ilə. Mən də bir rəfqəmlə idim. Bir də Maraqlı gördük deyil ki, mən. arxamızca gəlirlər. Tamam, sordular. Hə, avtobusda gördün, 100% sən göz qaş eləmişsən. Yox, biz bilmədik. Biz düşüb getdik, sonra fikrimizi dəyişdik ki, sahilə gedək gəzməyə. Və elə Görəndə ki, dalıva düşüblər, dedim sahilə gedək. Arxadan gəlirlər Yox, bunlar. sən az bilmirsən. Bu görür ki, bunun dalına iki oğlan düşüb. Deyib, tak birbaşa aparır. sahilə gedək gəzməyə. Avtobusda fikrin dəyişdir. Nəysə, belə. Bir baxışla vurulub da sən onda, Nəzmə xanım. Vallahi nə mində o baxışı bilmirəm, ancaq qismət deyilən bir şey var. Sən mənim canım həmən gün yaxınlaşdı sənə. Yox, elə yaxınlaşıb belə söhbət elədilər. Yox, dalıva düşən gün avtobusda. O dostlarımla indi mən də rəfqəmlə söhbət elədik, sonradan nəysə mən səhərsi gün rayona gedəsi idim. Gəldi, avtovağzalda da yola saldı. İndi o vaxt telefon yox idi. Ancaq bilirdi ki, mən demişdim ki, yəni sabah biz rayona gedirik. Tanış olduğumuzun günü səhərsi rayona gedirdi. Artıq ovcuna qoymuşsan ki, sabah. Mən də falan rayonun falan kəndindənəm belə. 3 ilə yaxın bir O hansı kənddən idi? Oğuz rayonu Padar kəndindən. Sən özün Mən tərtərli. Tərtərin Sarov kəndindən. Tərtəvdən. Bundakı fərasətə baxayım, bunun belə balacalığına baxmayın. Öz boyları yerin altındadır. Deməli, tərtərdən bir Fındığın qız qozu yerə gedib getir. Oğuza çıxar. Day sənin sözüm yoxdur. Hə. Özdəki elə bir ailə, maşallah. Oğuz İndi yenə də cəmaatı deyirəm. gözəl cəmaat. Çox gözəl cəmaat. Çox gözəl Çox, cəmaat. çox. Elə Ailə də Oğuz özü də gözəl idi. gözəldir. İndi Yeri də zarafat deyil, mən torpağı da. gedəndə balaca bacımın 3 yaşı vardı. Doğrudan. Hə, hamısı elə bir günə ki, baxıb mən yeri də düşəndə deyir ki, sən bizə gəlin olmadın, ana olmusan. O qədər mehriban, səmimi var idi. Ay Sambəm, qurban sən bu gün Ötür yəni bu. gedirlər sabah. Mən bax, sənin qaynatan da Farad adam olmayıb. Oğlunun 25 yaşı var, bir dənə də uşağın 3 yaşı var. Hə, yoldaşım Yunus'da olanda maması dünyaya gətirib, Yunus'dan gəl deyir ki, bəs mənim mama hardadır? Deyib xəstəxanada, Samir söhbət radomda.
Samir nəyə getdi? Seni belə Bizi işte. döydürərsən söhbət. Yox, Nəcmə xanım mənim ürəyimdə onu çox istəyirəm. Mən də onu Yoldaş da məni çox istəyir. Hə. Cəmaatı gözəl cəmaat. Həqiqətən də o da deyir, həmişə deyir, Samirdən başqa aparıcı kimi mən deyir, həqiqətən də sizi çox sevirəm. Oruç tutmamısınız? Sən oruçsan, Mən yox, sən. mən Sizə bir çay verim də içəm. Nəcmə xanım da tutsun. ay o neresi qadası? Yox. İfa təqdim edəcəm. Elə şey Bilirsiniz, olar. Sağ ol, Uğrad mənim. sən danışdırdı da. Hə. Danışsın Saqqızını uğradın. Olsa yoldaşım ona görə mənim üzümü tanımayacaq deyir, Samirən Ay olar. niyə danlayır belə çıxmasın? Sevgimizdən danışıram da. Kişi düşüb dalıba. 3 il siz zarafat deyirik, 3 il biz istəkli olduq. Sonradan vallahi nə bilim indi ailədə qurmuşuq. 40 ildir ailəliyik. Bizim aramızda başqa bir hələ giley, güzarı yoxdur. Biz bir-birimizi çox qoruyuruq. Əsas odur. Əsas odur ki, nümunəvi ailə kimi evlatlarına da, nəvələrə də, qohum əqrabıya da bir nümunə ola bilirsən. Ancaq bu gün ailə qurur, o sevgi necə oldu? O sevgi əgər ailədə hörmətə keçmirsə, qarşılıqlı hörmət yaranmırsa, o hardasa qırılır. Bax, bugünkü ailələrə mən məhdər qalam, Tağım müəllim, ki, Müvəqqəti damız. bu ailə deyilən bir şeyi necə siz başa düşürsünüz ki, bugün ailə qurursuz, 2 aydan sonra yoxdur. Nə dərəcədə doğrudur? Nəcmə xanım, Hacı. sənə pul çıxır hərdansa. Özə muzika ilə gətiririk. Yox, sənə pul çıxır. Nə gözəl. Elə bil ki, Yarı bölürük. verəcəyim var. Aha. O verəcəyimin miqdarı çoxdur. Fala baxırım. Amma Fala baxır. sənə hardansa pul gəlir, o biraz azdır da. Az gəlir. Bəs az gəlir. Çox hatta biraz da olan yarı bölürük. Sərhədə də belə gəlir, amma xırda-xırış gəlib. Can, bəs salam. Görsən. Buyur, İndi onu eləmək lazımdır ki, mən o pul əldə edeyim. O pulu onun başına çəkməlisən, köpüyün. Bəs salam. Aha, Vallahi burada bilmirdin. Vallahi yadımdan çıxıbdı. Nəylə içirsiniz? Rəhməti- Konfetlə, qəndlə? Mən qənd içən deyiləm. O sən Bir yaxşı, bilmirsən, sən Rus, az bilmirsən. Doktorla qulaq asam deyir, ömrün 50 yaşından sonra mən ya pesoq ya da duz işlətməmişəm. Pesoqla duz, Şəkərlə. hə, deyir, ürək, ümumiyyətlə, qan... Ağ ölümdür də. Yəni bu dünyada təsdiqlənmiş ağ ölüm. 94 yaşı var. Ağ ölüm, şəkər tozu, un və duz. Hə, deyir, olmaz. Təəssüf ki, o da bizim qida rasionumuzun rasionumuzun. ən öndə gedən biz xəmir məmulatları, un məmulatları ümumiyyətlə çox xoşlayan millətik də. Xəmir xörəkləri, valla. Hər şey yerində olsa daha yaxşı. Yerində olsa daha yaxşı olar. Nəcmə xanım, bugün doğrudan sizi kəşf elədim mən bu tərəfdən. Mən bilmirdim ki, sizin belə bir sevgi tarixçəniz olub əslində. Bir sizdən bir şey soruşum. Deyirlər ki, neçə ildə ailəlisiniz Nəcmə xanım? 42 keçibdir. 42-yə. 83-cü ildə. Deyirlər ki, müəyyən bir müddətdən sonra, baxın, əməli siz sevgi ilə ailə qurmuşsunuz da, kimsə məsələn valideyn falan məsləhət eləməyib. Deyirlər, müəyyən müddətdən sonra o sevgi artıq yoxa çıxır. Nə bilim 3 ildən, 5 ildən sonra olursan... Tamamilə yanlış fikirdir. Yox. İnanın, mən elə biləm ki, biz üzr istəyirəm, bugün evlənmişik. Bir-birimizə qarşı o sevgi münasibəti zəif ola bilməz, mümkün deyil. Axı o hörmət evi qurulur. O tellər qırıla bilməz. Bəli, tellər qırılmıyor baxı. Düzdür, yenə dedim, bir-birimizə incimişik də, küsmüşük də, amma söhbət ondan gedir ki, o sevgini yıxa bilməmişik. Sən razısan, baxın, Nəcmə xanım biraz həyat təcrübəsi o. Deyirlər, müəyyən bir müddətdən sonra o sevgi yoxa çıxır artıq bir, nə bilim, bir başqa bir Valla Sami müəllim, mən bir dənə eşitmişəm bunu ki, yaşlaşsa daha da insan bir-birini bağlanır, daha da bir-birini sevir, həqiqətən də. Mən, bəli, razıyam xanımın o sözləri ilə. Məsələn, bayaqlar bir gözəl söz etdi xanım ki, bugün evlənirlər, sabah boşanırlar. Bəli. Yəni, bunlarınki ailə deyil də, belə pis çıxmasın, bunlarınki sevgi deyil, elə bir... Nəsə məqsədli elə bir ailə qururları, başa düşə bilmirəm. Gərək oğlan da, qız da gərək seçim eləndə bir oturub, necə deyim, dərindən fikirləşməlidir. Çünki orada valideynlərdə, bəli, orada valideynlərdə axı ziyana gedirlər. Bu iki dənə, necə deyim, bir ailə qururlar, nə qədər xərc gedir toya. Ona görə dərindən fikirləşmək lazım. Sən fikirləşirlər ki, evi var, maşını var, işi var. Biz heç nə fikirləşməmişik. Biz bir dənə fikirləşimiz, sevgimiz olub.
sevgimizi cehiz götürüb getmişik. Bizə o olub. 7 kirədə qalmışıq. Və inanın o qədər çətinliklə ailə olmuşuq. O qədər çətinliklə. Şükür Allah, hər evləşdik. şey var. Hər şey var. Niyə? O sevgi olan yerdə inanın hər şey var. Sevgi olmayan yerdə heç ot da bitməyəcək. Tamam, indi çox maraqlıdır ki, hamını deməyim də, əksər insanlar məqsədlə 8 il, 9 il bir yer telefon açıq qalır deyəsə. Olsun, narahat olma, həyəcanlanma. Sən həyəcanlananda ərlərin səndən çıxmayan iş. Necə açıq qalıb? Ha, sözün deyil. Həyəcan keçdi, su verməyək. Sözün nəsə deyirdin, mən Deyirəm ki, indi çox gənclərimiz məqsədlə ailə qururlar. Deyir, 7 kirayə yaşamışam. indi bilirsən, mən eşidirəm də. Oğlanın evi var, Maşını var. işi var, pulu var, budur. Bilirsən, Siz neçə kirayə yaşamısınız? sevgi, əsl sevgi o vaxt olub belə. Həqiqətən. Vallahi. Tamam, siz neçə kirayə yaşamısınız? Kirayədə Hə, 3 il. 3 ildə siz ailə qurandan sonra. Bəli. 3 il kirayədə qalmışıq. Amma evimiz olub rayonda. Yox, burada deyirəm. Hə, burada kirayə. O sevgi, bu dildə nə deyim, deyilən söz var, çiçək. Məsələn, mikrofon deyim, stol, bu elə. Hisslər yoxdursa, incə hisslər var, insanı bir-birinə bağlayan. Hörmət Bu da yoxdursa, səndə nə boyda? məhəbbət yoxdursa, içərdən olmalıdır. Bəli. Yalandan dildə mən sevirəm, ölürəm. Onu göstərməlisən. Yəni Sonra onu da- demək bəli, istəyirəm. Sonra da Əməlimlə, deyir, bəli. səni gördüyüm günə daş düşəydi. Flapa. Hiss yoxdursa, hiss olmalıdır. Hörmət. Ən əsası hörmət. İkilikdə hörmət olmalıdır bir-birinə qarşı. O sevirəm, ölürəm dərdindən, bunlar hamısı Boş söhbətlərdir. Tamamilə. Ümumiyyətlə, əslində sevgi dilə gətirilmirdi, o hərəkətlə, əməllə Bəli, bilir. Heç vaxtı istək dilə gətirilməz ki, mən səni istəyirəm. İstək içərdən olmalı. O dildə hallanırsa, O yalançıdır. o deyir, yalan danışan adam andı çox içir, and içirəmiş. Bəli, bəli. Yalan and içir. Sevgi də, istək də elə. Dilə gətirilmir. Tamam, Diqqətli həm də olmalı. diqqət deyilən bir şey var da, ailədə bir-birinə qarşı diqqət. Məsəl üçün, mən diqqəti Hörmət. çox sevirəm. O hörmət əsasında olur da Bəli. diqqət. O mənə bir diqqət göstərəndə, mən istəyirəm ki, 15 artıq diqqət qaytaram ki, məsəl üçün, mən işə gələndə zəng gelir, hardasan, narahat deyilsən ki, nə lazımdır, elə bilən dünyanı mənə verirlər. İndi soruşur səndən. İndi də soruşur, gəlin maşından gətirim, sən narahat olarsan, bu mənim üçün dünyadır. Mən ondan heç nə ummamışam. Ya bayramda, ya padarka, ümumiyyətlə şey mən bilimə gəlməyim. Ancaq bir dənə o diqqəti çox sevirəm. O da bilir və mən də ona qarşı o diqqəti qaytarırım. Deməli, o diqqət, o hörmətin, o sevginin üzərindədir hər şey. Tamam, müəllim, hə, bir Kirədə yaşamışıq, amma düşünməmişik, bizim evimiz niyə yoxdur? Çayınız için. Bizim özümüzün Sənə niyə çay evimiz yoxdur? Bunu fikirləşməmişik, ya pulumuz niyə yoxdur? Bəli, Bunu bəli. fikirləşməmişik. Allah hər şeyi idarə edən Allahdır, verən Allahdır. Heç ağla gəlməyən şeyləri Allah adama nəsib edir. Bəli, bəli. Səndən məndən asılı deyil. Bəli, belədir. Əziz gənclərimiz, bax, mən Bax, üzr istəyirəm, sözü kəsdim. Boşu-boşuna Keçən il şeylərdən danışmadım. sevgidən söhbət getdi. Keçən il mənə bir qom bənövşə gətirdi. Mən ona elə bir gözəl şeir həsr elədim. O şeir heyf ki, yadımda deyil, telefonumdadır. Bir qom bənövşə mən... O gətirmişdi Hə, o sənə. gətirdi. Bax, bağlarından dərdi gətirdi. Bax, elə bildim ki, yenidən o təzələndi o sevgi və ona bir gözəl şeir yazdım. Amma heyf ki, yaddaşımda deyil, telefondadır. Yəni, budur, bəli. Bəli, bu da sevgiyə cavab. Tağ müəllim, buyurun, sizdən bir ifa təqdim edək, ondan sonra Oxuduğum mahnı nə oxuyacaqsan? analar haqqında oxuyuram. Nə gözəl. Ölənlər, bu rəhmətə gedən analarımıza rəhmət diləyirəm. Allah rəhmət Qəbirlər nurlar dolsun, ruhları şad olsun. Bütün olun, anaları Allah buradan rəhmət eylesin, Allah salamlayıram. rəhmət Onların eləsin. şərəfinə Mehman qardaşımın yazdığı ana şeirinə bəstələdiyim mahnı oxuyuram. Buyur Nə əziz. gözəl, nə gözəl.
başımı. Sen mənə layla demən yatım ana. Dizlərin üstünə qoyum başımı. Sen mənə layla demən yatım ana. Çağır gəlsin bacı həm qardaşımı. Sen mənə layla demən yatım ana. Çağır gəlsin bacı həm qardaşımı. Sen mənə layla demən yatım ana. Ana, sen mənə layla demən yatım ana. Dünya seni qocaltdı, bax bizə yanda. Sen atlı olmusan, mənsə piyada. Dünya seni qocaltdı, bax bizə yanda. Sen atlı olmusan, mənsə piyada. Bahçamızda senin bir ağac altta. Sen mənə layla demən yatım ana. Bahçamızda senin bir ağac altta. Sen mənə layla demən yatım ana. Ana, sen mənə layla demən yatım ana. Ana, ana, sen mənə layla demən yatım ana. Ana, ana, sen mənə layla demən yatım ana. Sen tek isteyen yok benim xətrimi. Ben senin için yazdım şiir sətrini. Sen tek isteyen yok benim xətrimi. Ben senin için yazdım şiir sətrini. Bağrına bas beni, duyum etrini. Sen mənə layla demən yatım ana. Bağrına bas beni, duyum etrini. Sen mənə layla demən yatım ana. Ana, sen mənə layla demən yatım ana. Mehmanın şehri sözünde kaldı. Uşaklı dağların düzünde kaldı. Mehmanın şehri sözünde kaldı. Uşaklı dağların düzünde kaldı. Bir damla yaşı
Ana, ana, sen mənə layla demən yatım ana. Ana, ana, sen mənə layla demən yatım ana. Ana, ana, sen mənə layla demən yatım ana. Ana, ana. Teşekkür edirik abi. Bu şeir Bəlkə bu mahnını sizdən istəyirlər, analarımız. Tabii Bəli. benim and içir ki bugün məni kövrədəcək də. Niyə? Elə harda kövrək mahnılar var, onları seçmişsiniz deyə bugün. Bu şeir o qədər gözəl yazılıb. Şeir İnan ki, gözəl. elə bir ki, kinoya çəkilirsə, sözlərinə görə deyirəm ha. Yəni dəqiqliyi ilə, Mənim bir ana şeirim Qucaqla var, məni. belə kövrək. nə bilim, ağac Ana altında. əllərinə yaman möhtəcəm, gəl yenə tumarla əzizlə məni. Bir ağız layla çal, laylasız acam, kədərdən, niskildən təmizlə məni. Həm mənə yol göstər, həm təsəlli ver. Günahım varsa da de, danla məni. O ağ saçlarını sinəm istəsə, ayana, sən düşün, sən anla məni. Bir dünya həsrətəm, odam harayam. Bir qanad açmışam qəlb üstünə mən. Səndən ayrılanı həsrətə payam. Ocaq ol qarşım, qoy üstünə mən. Gəl ana, sığınım isti köksünə. İtən dilçiliyimi axtarım, tapım. Nəmli gözlərinə baxıb əksimə. Uşaqlıq illərin ətrinə hopum. Saralır ömrümün bahar çəməni. Barı bircə fəsil yazım ol ana. Kədər beşiyində sən nəcbənin. Yenidən qayğısı nazı ol ana. Çox Allah gözəl. bütün Allah analarımıza bütün can analarımıza sağlığı rəhmət versin. Dünyadan köçənlərə də qəni rəhmət olsun. Təxminən anamız sağdır. Yox, rəhmətə gedir. Allah rəhmət Çoxdan? 2000-ci ildən. 2000-ci ildə. Necə baxam sizə də rəhmətə Hə, gedir. 12 il. 12 ildir. Ölənəcə. Allah rəhmət eləsin. Anam özü də çox şeir, bayatı da belə deyən, ay Allah, 90 yaşına qədər o kitabları qoymadı yerə. İnanın, ha vaxt gedin Aşıq Ələsgər oxur, Aşıq Alın oxuyur. O qədər özü də bayatı. 90 yaşı var idi, hə? 90 yaşı var idi. Maşallah. Hə, belə. Kimdən qalırdı bəs səhətlərdə? Kətdə qardaşım rəhmətə getmişdi, onun evladı ilə, nəvələrlə qalırdı. Sən anan sağdır da. Bəli, anam sağdır. Mənim qabağıma Allah yemək sağ qoydu. eləsin, Baxın maşallah. Xoş bizə. canınız olsun, biz də izləyir. Xətri və Sağ olun. qədər. Deyir, həmişə deyir Samir. Xurama xanımla gəlmişdik Bəli, də biz biz Xurama sizə. xanıma gəlmişdik. İndi hal-hazırda bizi izləyir. Buradan da salam göndərirəm. Allah rəhmət eləsin dünyadan köçənlərə. Dünyadan Sağ köçənlərə. qalanlara da Allah can sağlığı versin. Amin. Sizin də xəti bizi çox istəyir. Hə, biz Gecə də- saat 2, 1, 12 olsa da sizin veriş gedəndə oturub baxın. Aha, Can, Allah təşəkkür sağ edirəm. Yəni bunu mən deməliydim sizə. Hə, can. Ana təşəkkür gözəl edirəm. varlıqdır. Allah salam. Gözümüzü Allah açıb can birinci sağlığı anamızı versin. görmüşük. Əlbəttə, Gözümüzü açıb necə deyim, valideynlərimizi görmüşük birinci. Bəli. Nə qədər yaşa dolsan da Sənət, Allah sən anangilə yaşayırsan, anan bir yerdə yaşayırsınız da. Mənim yanımda qalır da, bəli, bir Sən yerdə. bir uşaqsan da, elə deyirsən. Yox, iki qardaşıq. Məndən başqa qardaşım var. Burada yaşamır. O xarici yaşayır Hollandiyada. Hə, O da o- idmansıdır. Hə? O da idmansıdır. Ha, orada yaşayır. Orada- Çoxdan orada 5 yaşayır. il düzü. 5 ildir. Subay ailəlidir. Orada evlənib. Orada evlənib, hə? Tabii Allah mamağın xoşbəxt. Ailəlidir. xarici gəlin də var da, nə istəyirsən? Uşaqlar zadı var? İnşallah yaxınlarda Allahın köməyi sağ İnşallah, salamat. inşallah. inşallah. Hə, burada ana ilə, ata ilə sən qalırsan. Atam rəhmətə gedibdi, anam. Ata, Ata rəhmət, Allah O rəhmət siz eləsin. bizə gələndə onda o bir evdə sağ idi. 2019-cu ildə rəhmətə gedib atam. Ruhu şad olsun. Yadımdadır, bizi Xəlil qarşılamışdı. Bəli. Sizin xəti bizi çox istəyirlər, həqiqətən. İstəməsin, həmişə deyirdi yerimin verişi başladı. Hə, İzləyirlər. sağ ol. Sağ Yox, olun. siz efirdəsiniz, açıq deyim, həqiqətən də Sami müəllim, sizi çox istəyənlər çoxdur. Bəli. Həqiqətən də. Dünəndən məni tərifləyirlər, ay Allah. Hə, yox, olanı tərifləmək deyil, olanı demək Yox, tərif lazımdır. deyil. Bax siz onu niyə tərif Olanı kimi demək qəbul edirsiniz? lazımdır. Olanı demək Bəli. tərif deyil. Sən onu sən qazanmısan, mən qazanmamışam. O sənin qazancındır. Deyirəm yoldaşın bəzi məsəl üçün da insan hər insanı bəyənməz, hər insana dostluq eləməz, hər insanı evinə dəvət eləməz. Mən məsəl üçün bütün kanallara gedirəm də, Samir onun üçün başlayacaq. Elə Samir özü belədir, özü onun çox belə qəribə hissiyatı var. 3-4 gün bundan qabaq belədir. Səni Samir 1-2 günə kimi efirə çağıracaq. Sən mənim canım Bax, bizi. bu əziz gün haqqı. Dedim, hə, onda elədir.
Bir məsəl üçün də nə dedirsə o olacaq. Nə bürcüdür? Əqrəb bürcüdür. O oxatan bürcü. Bir də ki, itilindəndir. Hə, hissiyat var da. Hissiyatı çox. İlan ilə itili olanda o adamlar çox hissiyatlı Bizlərdə olurlar. hissiyat güclüdür. Mən də oxatanam. O qədər Hə, sən oxatan. Nə deyirəmsə o da düz çıxır. Aha, görürsüz sizdə də elə də. Nə deyirəmsə düz çıxır. Hə, deyəcək, bax falan şey eləmə, ziyan çəkəsən, o iş orada qal. Deyirəm, yaxşı da, elə açma da. Sən məndən demiş Samir səni 2 günə çağıracaq. Allah'ın olsun, deyir, 3-4 günə kimi Dostumuz sağlıqla Elgizdə görmürəm çoxdandır səni. Mən Getmirsən axı yoxsa? göz əməliyyat elətdirdim ona görə, Hə. gedə bilmədim. Elə bir gün dəvət dedim, yox, mən Sambəlim. Necə baxım, indi yaxşısınız? Hə, Gözünüz. bir gözüm çox yaxşı görür. Bir gözünü seçin Hə, bir görün. gözüm, onu da indi inşallah görək, əməliyyat eləyəsidir. İnşallah. Əslində, mən bir şey deyim, göz demişkən, Sənət mən də yadıma gəlir də, ortada bir eynəkdən istifadə edir. Mən də bir ara siz uşaqlıqdan Tağı müəllim, gözümdə bir zəiflik var idi. Bizim aktrisamız Xuraman Əlizadə bu arada o da bizi izləyir, salamlayıram. Salam olsun. Xuraman xanımgilə qonaq getmişdim. Nəsə, onlardan qaydanda maşınımla vermişdim servizə, bir nasazlıq var idi. Dedim, yaxındır da məsafəmiz qoy, piyada gedim. Biraz da əlim ayağım açılsın. Yolda gələndə cibimdən eynəyim düşüb itib. Bugün düzəltdirərəm, sabah düzəltdirərəm. Bugün inanırsan ki, telefonu belə oxuya bilmirdim. Bir də gördüm ki, gözüm öz başına açıldı. Necə baxam, inanırsınız, eynək. Demirəm day belə, amma məsələn, eynək istifadə elədiyim vaxt gözüm çox passivləşmişdi. İndi çox aktiv olub gözüm, özüm rahat telefondan dair belə nə lazımdır? Hər şeyi oxuyuram da, yazıram da, əziyyət çəkmirəm. Yəni açıqdan istifadə eləmirəm. Göz, aşkı gözü tənbəlləşdirir də. qismətdir də. Köməkçi Vallahi, vasitədə amma Hər tənbəlləşdirir. şey Allahın əlindədir. Dedim, Bəli, ay Allah, bəli. bu eynəyimi özə inanırsan ki, bir 2-3 gün idi gedib Bu da düzəltdirmişdim. Allahın işi deyil, bu 90 sındırıb. 90 neçə manat biri itirdim, getdim gecə ilə bir dənəsini düzəltdirdim. O cibim dedim, bu cibimdə bu qədər şey qala, bu nətər cibimdən düşdü? Ha, o Allahın işi. Deməli Allahın işidir, həqiqətən Allah ha. siz istəyirdi ki, o eynəyi elə... Yoxsa mən də əməliyyata hazırlaşırdım ki, əməliyyata gələm. Yox, mən gənclik dövrdə, tələbəlik vaxtından vardı məndə zəiflik. Açqı taxırdım. Sadəcə biraz ədəbazlığımdan bu bəzi açqıları da çox taxırdım bu eynəklər. Onlar da adamı kör eləyir. Onlar da adamı, hə. Kör eləyir. Biz üstən belə çox kitab oxumaqdan da göz zəifliyir. Bu heç də mənim işim hamısı kompüterləndir. Kitab da çox oxuyuram. Yəni Kitab adamı kör minə eləmir. yaxın Məncə kitabı, nur gətirir adamın gözünə. yo. Minə yaxın kitabın redaktor olmaq zarafat deyil. Mən hamısını kompüterlə işləmişəm. Özüm indi Başqalarının da kitabını Başqalarının kitabını redaktor redaktor. edirsən. Neçə eləyirsən ay Nəcmə xanım? Redaktor neçə Redakt eləyirsən? eləmsə, bəli redaktor. 1000 nəfərə redakt eləyib. Özüm 27 kitabın müəllifiyəm. 1000 nəfər Aha, redaktor eləyib. yəni o redaktörlər, Sən ön mənim sözü can- yazma, o zarafat deyəmiz kompüter. Neçə eləyirsən bir kitabı redaktor? Bəlkə məsəl üçün yazarlar var da, gənc yazarlar var. Bəlkə müraciət eləyirlər, Mən qorxurlar. gənclərdən heç nə. Mən Yəni gənclərdən... kitabın arasına qoyurlar da bir Yox, 200 mən 300. gənclər, bax buradan özləri də bilirlər. Bura hamısına kömək eləmişəm. Nəzəriyyəni də... Hə, yaxşı, gənc Tamam, olmasın, baxıb yaşlı olsun. keçmişəm. Neçə redakt eləyirsən kitabı? Valla baxır kitabda indi 200 səhifəli, 300 səhifəlidir. Səhifəsi nə bilim indi 1 manata da olur, 70 qəpiyə də olur. Yəni 200-ə, 300-ə belə də. Min bərəkət, Hə, yaxşıdır əlbəttə da. ki, hə, belə olur da. Eləsə Amma oxuyursan Nəcmə xanım. hamısını bircə. Mən hələ redaktor olduğum kitabdan bir dəfə mənim üzərimə... Sənət eləsi var ki, mən bir Adı nəfər yazılır. tanıyırdım. Eləcənə adı yazılır. Deyir, əladır, əla. Şeirin biri bir qəpiyi içində, qafiyələr bir-biri ilə düz gəlmir. Deyir, redakt elədim. Məsələn, tanınmış yazar olur, götürür ona bir ön söz də yazır. Adını da oreləyir, nə var o 300-500 manata alır. İçindən xəbəri yox da. İnanırsan ki, içindən xəbəri Mən tak yoxdur. bilirəm. Məsələn, tanınmış xalq şairlərimizin adını yazıb. Mən indi məsələn Nərman müəllim mənim müəllim olub da. Deyirəm Nərman müəllim Frankəs sənəsində deyir ay qızım o kimdir? Mən bilirəm bu adam ön sözü yazmıyıb onu. Ancaq o belə şöhrət üçün onun adını yazmaq və bilirəm də ki o içindəki şeiri Heç nə. Nərman müəllim bilsə, inan ona görə mən öz adıma, imzama hörmətlə yanaşıram. Heç kəsə icazə vermərəm ki, mən redaksiya eləmədiyim kitaba adımı yazsın. Yox, düzgün deyil. Əslində bir şey deyim. Kitabın elə bil ki, bu son dövrlər indi biraz canlanma var, Sənət razı olarsan da. Kitabın elə bil ki, kitabı bağlanıb. Həqiqətən o deyirlər kitabın
Kitabın bağlansın. Oxucuları da Kitabın azalıb, kitab azalıbdır. Hə? Oxucuları da azalıbdır. Yoxdur. Bəli. Mən 0, 0. sıfır vəziyyətində deyim, belə də faiz etibarında çox azdır. Əslində Tağım müəllim o faciədir. Faciədir. Kitabçılıq aradan çıxmaq bilsən, kitab oxumaq. Faciədir. Necə bizdə qəzetçilik çıxıb Ay, aradan. dilçilik, Boş-boşuna faciə. Kitablar da gözlər. zəifliyib, Heç kitabçılıq bir da. qəzet alıb. Məsələn, Türkiyədə Keçmişdə kitablar satılırdı, küçlərdə kitab evlər Bəli. olurdu. Buyurun. Türkiyədə nə? Məsələn, Türkiyədə bir gözünə ki, səhər-səhər, məsələn, indi özün də olmusan da Hə, Türkiyədə. bəli. Kofe içməyə gedəndə biz hamının əlində qəzet var. Bəli, Amma bəli. əvvəl bizdə o belə deyək də o vaxtlar Var var. idi, Amma vaxtlar indi var. kitabda Vallahi hamıdan gedibdi, qabaq bəli, bizdə oldu qəzetdə və o gedibdi. indi Bəli, ənənə ay itirdik. sağ ol. İndi o gün Və Tağım özə müəllim qəzetdə yazılan məsələ var ha, məsələn Türkiyədə. Efirlər belə, verilişlərdə belə. Deyirlər, filan qəzetdə çıxıbsa o artıq dəqiq məlumatdır da. Çox maraqlıdır. Efirlər belə qəzetlərə istinadən xəbərlər verirlər, məlumatlar Ah, verirlər. gənclərə Filan yazığı qəzetə belə gəlir. gəldik, filan qəzetə belə İndiki gəldik. gənclər yazıq olub. Metroda gedirəm, görürəm ki, bax, keçmişdə bizim hərəmizin əlində bir qəzet olardı. Alırdı oradan körsən, qəzet oxuya-oxuya gedirdi. İndi baxsan, hamının əlində telefon. Heç nə Ay Allah, hamı başlanğıcdakı telefon oxuyur. Nə qəzet yoxdur, nə kitab. Mən boyda, qadın məsələn bu yaşımda avtobus oturan kimi və yaxud da belə öz maşına gələndə belə başlayıram kitab oxuyuram. Telefona məndə vaxtı yoxdur. Kitablar, mən Ancaq kitab. kitabxanada Kitabxana özdə növbə ilə biz qaldığımız yerdə Ötürə-ötürə bu olar. mənfur düşmənlərimizlə demək o zamanlarda belə durub gedib təsəvvür eləyin ki, haralardan kitab alırdım ya. Bəli, bəli. Kitabxanada kitab qalmamışdı. Jurnaldan tutmuş. Mən İlyas Əfəndiyevin bütün külliyyatını oxumuşam. Elə bir əsəri, elə bir povesti, nə bilim İlyas Əfəndiyev nə yazıbsa hamısını İlyas əzbər Əfəndiyevin bilirəm. Leyla əsərini, Leyla hekayəsini yadıma gəlir. Dərsdən çıxdım institutda. Getdim köşkdən dedim ki, İlyas Əfəndiyev hələ də o mənim yaddaşımdadır ki, yəni biz Salam Qədirzadə, Əlibala Hacızadə, Orxan Kamal, sonra Qubatlıdan biri vardı, Çingiz, neydi onun kişinin adı, onun əsərləri, adam qalmamışdı da, o kitablar əl-əl gəzirdi, Bircələr hamı kitab Paşayevin bir oxuyurdu. gəncin manifesti. Bircələr Paşayev, bəli. Hə, bir gecədə. Dirilən Özü nə də adam. lampanın işığında. Atam bilər ki, mən lampanın işığını gücləndirmişəm, kitab oxuyuram. Görürüm ki, kravatı biraz səs edir, tez aşağı edirdim, onu oxuyub qutarmalıyam. Niyə qoymurdu lampanı? Axı bir evin içindeydik. Ata indi evin balacasına hamısı köçüblər, gediblər. Mən gecələr, gündüz dərslərimi hazırlayım, gecələr bədii Ata da istəyib ki, lampanı gecədə söndürsün. Gecə sən də söndür, yandırırsan. mən də gecə yandırıb kitab oxuyuram. Amma indikilər oxumur. Kitab İndikilər valla işıq da yanır. yox, Oxumur. heç nə oxumurlar. Tamam, bədədə bütün marağımız olub, ümumiyyətlə kitab Böyük oxumusan. şeiriyyata, qəzəliyyata, povestlər, romana, hətta xarici, Ədəbiyyatı da oxuyurdun. bəli, xarici yazarlara da oxuyurdum. Elə kitab vardı, o tapılmırdı. Onu kimdənsə alıb oxuyurdum. Qabaq elə idi, kitab da tapılmırdı. Əlibala Hacızadənin kitabı kəndə gələndə mən dərsdən çıxıb gedirdim, onun o kitablarını alırdım, əfsanə sirlərindən itkin düşmüş gəlin, nə bilim, itkin gəlin. İtkin gəlin. Hə, Təyyarə kölgəsində. Təyyarə kölgəsi. Bir-birində hamısı belə çox növbə ilə idi. Həqiqətən çox çətin tapılır bu kitablar. İtkin gəlin, Təyyarə kölgəsi, sonra Salam Qədirzadə, 46 Bənövşə, Sevdasız Aylar, Sevdasız Aylar. kəndimizdə bir gözəl Sonra var. Nurəddin Babayevin Qızlar məktub istəyir. Bəli, Onlar bəli. necə oxuyurduq biz? Necə Amma oxuyurdun? Analı dünyam kiminki idi? O vaxtlar həm də maraqlı idi. Qalın roman idi. Analı dünya. Çox maraqlı idi. Tanış gəlir amma Hə, mən də müəllifi. müəllifi belə. Vidadi babanlı deyil. Yox, yox, Vidadə babanın Ana Vicdan intiqamı. Susandadır. Vicdan Ən Susanda, çox ana oxunan intiqamı. kitabı oydu. Bəlkə də Var, Analı dünya Analı var, mən də Dünya var. əzbər bilirəm. Amma Ruh şey Xəlqovun əzbər deyil, bilmirəm. görürsən. Yox, yox. Adı tanışdı mənə. Hə. Sənət sənin bədə ədəbiyyatla aran nətərdir? Mən 8-ci sinifə kimi yaxşı oxumuşam məktəbi. Ondan sonra oxumağın başını buraxıb idmanınla məşğul olmusan. İdmanı seçdim. Yəni Dəcəlxatı uşaq olmamsan sən Allah. Davakar olmuşam. Biz tərəfdə Füzulilərdə Təvəkkül ol ki, idmançı Davakar oldu. olmuşam. Deyirlər o yaman dəcəlxatadır. Amma bir Yəni şey, belə amma bir şey var ki, Sami müəllim, mənim valideynlərim
belə deyək də, məni sıxmayıbdı. Necə sıxmayıbdı? Düzdür, bugünkü gündə indi valideynlərimizin qədrini bilməliyik. Mən istəmərəm ki, gəlib bizim qapını döyüb desinlər ki, oğlun kimləsə dalaşdı, nə bilim, haradasa bir səhv hərəkət edibdi. Onu o tərbiyə dərəcəyə olub da, çatdırmarıq da. Yəni, valideynimizə bir söz gəlsin. O desinlər ki, halaldır. Məsələn, filan kəsin övladı çox yaxşı övladdır. O da ki, biz necə ailəmizdə, mən öz tələbələrimə də deyirəm, necə biz ailəmizdə tərbiyəni görmüşüksə, onu cəmiyyətdə göstəririk. Düz, anam istəyib ki, oxuyum, polis olum, açığı deyim. Mən idmançı olmağı seçmişəm. Atam da deyib ki, qoy hansı sahəni seçim, mən duracam onun arxasında. Yəni, bugün də atamın əziyyətini yerə vurmadım. Düz, indi hamı birdən-birə gəlib oturmuyubdu o stolda. Əziyyət çəkə-çəkə gəlib, hamı çıxıbdı öz istədiyi vəzifəyə. Mənim atam traktor şoförü olubdu. Yəni, özü geyinməyibdi, bəli, özü geyinməyibdi, içməyibdi bizi. Ancaq bizə həm mənəvi dəstək, həm maddi dəstək, həm dostumuz olubdu. Məsələn, elə uşaq vaki atasını görəndə keçir otağa. Valla çörək bir dəqiqə traktordan. Amma belə biz atamız gələndə bizlə dost olubdu. Yəni, deyib sıxılmayın da, yəni məni görəndə. Ürəyimiz nə istəyir? Elə olubdu da atalar, bəli. Ona görə də bu günlərdə indi dünyada olmasa da, yəni həqiqətən... Öz ayağımızın üstünə dayana bilirsiniz. Bugünkü günümüzə şükür, Sami müəllim. Sən də hansısa klubda rəhbər vəzifəsində işləyirsən də, idman klubunda yoxsa necə? Bəli, bəli, Azərbaycan Vahid Döyüş Sənətləri Təşkilatının rəhbəriyəm. İndi bu yaxınlarda inşallah Allahın köməyi ilə Vahid Döyüş Federasiyası var. Orada məni vitse-prezident qoyacaqlar. Çempion olub gəldiyimə görə. Həm də sizə bir şəkil göndərmişəm WhatsApp-a. Görməmişəm axı. Bu gün göndərmişəm. Dinləş gün WhatsApp-a girmişəm. Onu demək istəyirəm ki, həqiqətən də valideynlərin gərək qədrini bilmək lazımdır. Bugün mən öz tələbələrimə də deyirəm, öz övladlarıma da deyirəm ki, siz isti yerimizdə yatırsınız. Amma valideyn tezdən durur, gedir, bir tikə çörək puldu, ancaq o övladım yaxşı Amma Şərəf bəy, keçmişdəki valideyn evlad münasibəti indi tamam fərqlidir. O Gənclər İdman Nazirimiz bizim. Biz atamız, məsəl üçün, necə evə gələndə bilmirik necə dayanaq ki, atamıza xoş gəlsin. Çox çətin. Yaxından çək. İndi tamam. Sən bir şəkildə. Ne güzel. Bahar xanım, Mahirə xanım, sən bir zaman yaxından çək. Dünya çempionatından gələndə sağ olsun nazirimiz bizim. Bu kəmərdir də? Bəli, bəli. Mahirə xanım belə şokdadır. Cənab nazirimiz Fərid Qayıbov bizi dəvət elədi. Biz öz təşəkkürlərini bildirdi ki, yəni sağ olun ki, həqiqətən də vətənimizi layiqincə təmsil edirsiniz. Yəni, əli boş qayıtmırsınız da vətənimizə. Onu da demək istəyirəm ki, Sami müəllim, elə bir ki, biz nazirin yanından çıxandan sonra, nazirdən gələndən sonra, yəni federasiyamızın vitse-prezidenti də Rəşid Rəşidli, o da dünya çempionu oldu və məni sevindirdi o, həqiqətən də. Dedik, bəs qarşıda Avropa çempionatına da birinci yerdən gəlsən, və səni ilin sonunda ev mükafatı ilə mükafatlandıracaq. İnşallah. Qabaqcadan demək, bizə qabaqcadan demək düşmür. Dağım elim, idmanla məşğul olmuşsan? Turnikdə. Neçədən də artıra bilirsən? 5 dənə, 10 dənə. Sən inanırsan turnikdə belə fırlanır. Podium pervot. O vərdişdir o. O da gücü rol Bir də oynamır. o belə yuvarlı, belə tutub dayanırdı. Onun sıçağın vaxt Ayaqları, nə deyirlər eləyərdin. ona? Paraleloqda pres, ayaqlar düz. Onun lapcağın vaxt eləyərdin. Ona turnikdə belə dayanmaq, o çətin şeylərdir onlar. Əgər presiniz şeylər varsa, bilirsən də sən onu həmişə. pres tələb eləyir. Presiniz varsa duracaqsınız. Mənə bax, həmişə çətin şeylər verdin də. Bunu neçə yaşında eləmişsən? Söhbət əskərlikdə. Əskərlikdə. Yadına gəlmir, hə bax eləyir. O dəli dal vaxtlarını Yox, deyir. əskərlikdə olanda da mən boynumu. Əskəri eləmişsən? Əskərdən gələn sonra eləməyib. Əslində tələb edirlər axı. Əskərdən sonra eləmədin də. Yox, ondan sonra həvəsdən düşdüm musiqinin dalına düşməkdə belə. Cəmaət əskərdən gələndən sonra başlayır. Yox, Dərənin özünün yolu var da, irizi var. Kişi deyir, Mən bilirəm, axı sən indi də idmanla məşğulsan. Yox, məşğul oldu. O aşıq var bir dənə, aşıq İlham Aslan bəyli. Tanıyırsan da. Mən uşaq idim hələ. O da köhnələrdəndir, yaşlıdır, amma belə baxırsan ki, cavan qalır. Balaca uşaq idim, bulvarda gəzirdim. Həmişə onu görürdüm, gəlib orada pulsuz yerlər var bulvarda. Pulu yoxdur ki, idman klubuna verməyə şeydir, trenajör zalına. Bulvarda pulsuz qoymurlar, idman eləmək üçün yerlər.
Haçan baxırdım, sübh tezdəndən oradadır. Kişi day yüngül atletika deyək də, jim eləyir, ondan sonra dartırır. İlham Aslan bəli də aşıq. Sami müəllim, valla o təmiz havada məşq eləmək, o orada Zalda məşq eləməkdən daha 100 dəfə yaxşıdır. yaxşıdır. İndi Bəli, parklarda var da, onları qurublar. bəli, var. Sən amma heç idman edən oxşamırsan. Mən əksinə məni elə idman, belə deyim də, yüngül fizkultura eləyirəm, mən səhər idman. Eləyirsən? Hər səfər həyatda, inanın, mən bilməm, ona vərdişəm. Boy. İnanın. Amma oxunmamış kitabda bu nələr eləmir? İdmanı dedi. Mən taylarım nə qədər kökəlir, mən o kökəlməyə qoymayan elə o idmandır da. Qan Yəni, dövranı özüm yaxşı üçün. həmçinin də idman yaxşı idi. Həm Hə, zaman inanın. saxlayır. Necə deyim, Mən həm də qan dövranımız yaxşıdır. Dövran əsas. Axşama kimi yaz. İdman edən adamın belə qarnı da olur da. Bəli, bəli, İstər-istəməz metabolizmi da yaxşı Amma çalışır. məşqi saxlasa, nə qədər kökələcək. bəli. Tağı Salihoğlu oxuyur. Yaxşı. Elə bilmişim eləyəcək. Bir dənə Tağı müəllim. Tağı Bunun müəllim, ardınca tapasını da sizə. reklamları ayrılacaq. Deyəsən, güləşərik. Hə, şifahi məlumatımız olacaq ardınca da. İfadan sonra. İnana bilmirəm, sən çıxıb getdin, gedişlə qəlbimi qoparıb getdin. İnana bilmirəm, məni tərk etdin, dumanlı şaxtalı, boranlı qışda, dumanlı şaxtalı, boranlı qışda, qapının ağzını kəsib ayrılır. Necə alışmayım, necə yanmayım, İnana bilmirəm, sən yoxsan artıq. İnana bilmirəm, oynamayım. İnana bilmirəm, sən yoxsan artıq. İnana bilmirəm, oynamayım. Yoxluğun mənim üçün qaranlıq gecə, bu həsrətə dözüm, söylə bəs necə. İnana bilmirəm, sən yoxsan yanımda, bir geri dönəsən mənim bu anımda, bir geri dönəsən mənim bu anımda, qapının ağzını kəsib ayrılır. Necə alışmayım, necə yanmayım, İnana bilmirəm, sən yoxsan artıq.
Gedişlə qəlbimi qoparıb getdin. İnana bilmirəm, məni tərk etdin. Dumanlı şaxtalı, boranlı qışda, dumanlı şaxtalı, boranlı qışda, qapının ağzını kəsib ayrılır. Necə alışmayım, necə yanmayım, İnana bilmirəm, sən yoxsan artıq. İnana bilmirəm, qoy inamayım. İnana bilmirəm, sən yoxsan artıq. İnana bilmirəm, qoy inamayım. İnana bilmirəm, sən yoxsan artıq. İnana bilmirəm, qoy inamayım. İnana bilmirəm, sən yoxsan artıq. İnana bilmirəm, qoy inamayım. Oğlu Hüseyin Əzizə Arif, Musayev. Niyaməddin Musayev. Niyaməddin Neçə Musayev. ilin aynısıdır. Bəli. Niyaməddin müəllim üçün darıxmışıq, çoxdandır yoxdur efirlərimizdə. Sağ olun. İnşallah dəvət edəcəm gələn həftə Zemfira Görürsünüz, xanım belə Əliş mahnılar qızı ilə bir ömrümüzdə yerdə. yaşayır. Əziz tamaşaçılarımız, xüsusilə iş axtaranlar, işsizlər, diqqətlə mənə qulaq asın. Telefon nömrəsini təqdim elə Orxan. Deməli, təcili surətdə sürücülər, təcili surətdə ambardarlar, buxaltırlar, kassirlər, satıcılar, xadimələr, aşpazlar təcili şəkildə işə qəbul olunurlar, əmək haqqı yüksəkdir. Xüsusilə sürücülər, siz daha diqqətli olun. 050 ilə 672 89 83 050 ilə 672 89 83 nömrəsi ilə əlaqə saxlayın, işə başlayın, aylıq məvacib 800 min manat arası dəyişir. Bu söhbət Agromal Özbəkistan məhsullarından gedir, yəni bu satış, deməli bu Agromal şirkətindən gedir ki, Agromal artıq Azərbaycanın, ölkənin bütün regionlarında öz filiallarını açıb, böyük işçi qüvvəsinə ehtiyac duyur, ona görə vakansiya elan edibdir. Mütləq əlaqə saxlayın, hörmətli sürücülər, ambardarlar, hesabdarlar, nə bilim, kassirlər, yəni bir sözlə kim iş axtarırsa zəng vursun, aşağıdakı telefonla əlaqə saxlasın. Reklam, deməli, şifahi məlumatımıza ayrılırıq, davam edəcəyik. Hörmətli tamaşaçılarımız, proqramımızın baş sponsoru Milan VIP Hospitalıdır. Bilirsiniz ki, Milan VIP Hospitalında xüsusi aparatlarla müalicə həyata keçirilir və bütün xəstəliklərlə bağlı robot test müayinəsi məhz Milan Hospitalındadır. Bugün Milan Hospital ölkəmizin ən qabaqcıl klinikaları sırasındadır və Milan Hospitalda stasionar şöbə də fəaliyyət göstərir ki, yatış üçün də xəstələrimiz o şəraitdən yararlana bilərlər. Digər sponsorumuz Agromal Özbəkistan məhsullarıdır. Özbəkistanın fabriklərindən ölkəmizin Bakı şəhəri daxil olmaqla Sumqayıt, Gəncə və Beyləqan rayonunda fəaliyyət göstərən Agromal məhsullarından siz istədiyiniz pal-paltarları kilo ilə, buyurun gedin pal-paltarlarınızı məhz kilo bazarından, bu mağazaların müxtəlif şəbəkələrindən əldə eləyin. Doktor Seyfəddin klinikasına təşəkkürümü bildirmək istəyirəm. Xətai rayonunda Həzə Aslanov metrosunun çıxışında yerləşən Doktor Seyfəddin klinikasında bütün müalicələr tam təbii üsullarla həyata keçirilir. Migren, zob, oynaq ağrıları, cinsi zəiflik və daha başqa xəstəlikləri tam təbii yollarla Doktor Seyfəddin Əsəd və onun komandası yüksək peşəkarlıqla həyata keçirdirlər. Davam edirik, əziz tamaşaçılarımız. Tağ müəllim, Necmi xanım deyir ki, o şeirin oxuduğun kimi mahnısıdır. Hüseyin Arifindir, Allah rəhmət etsin. Hüseyin Arif. Yox, o birisi dediniz, Mehman dediniz. Musiqisi Niyaməddin, hansını deyir? Ananı deyirsiniz? Hə, ana. Ananı sözləri dedim də, ben Nijnogorodda yaşayır qardaşımız, Mehman qardaşımızın. Çok gözəl şair. Başqa şeirlər də var, Onun çox kitabı gözəl. çıxıbdır mı? Yox, elə
Tək-tək yazır, verir Tək-tək buna. yazır da, mənalı yazır. Şeir İndi onları da yazır. yazıb bir kitab yanına salsın ki, sabah müəllifi hüququ Tamam müəllim, aranjmanı zaten eləyir, hər şeyini eləyir, yoxsa özünü eləyirsən Yox, hamısı? özüm belə. Bu dəqiqə sizin kimi sənətkarlara şairlər verirlər. Belə şair deməyək də, indi həvəskar Yox, şairlər. indi ailə bir dostumuzdur o, qardaşımız. Hə, ondan heç nə olmamısan da, yəni. O səmiyyətimiz var bir-birimizə qarşı. Amma müğənnilərin əksəriyyəti belə eləyirlər də, mahnılar oxuyanda. Çox istəyərdim ki, Tağım müəllimdən bir şey Sən bu qızın mahnısını oxusan məncə. İnsan əmr qızını oxuyacam. Yox, əmi qızı yox, bunun mahnısını Mən oxu, əmi qızın deyirəm şeirini. Sən şeirlərini bugün birin verirsən ona. Yəni, Gələn verir, mütləq Mehman oxuyacaq. qardaşımız Sami müəllim desə qısardı. kasıb oxuyur. oğlan olubdu. Çox istəyib mən İndi toyda əli istidir. iştirak xəbərim edirlər. var. İndi şükür. Allah canını sağ eləsin, Allah var eləsin, əski eləməsin ailəsinin üstündən. Sağ olasın. Övladlarının toyuna aparım, ad gününə aparım mənim məsələn. Sağ Hə, olun. vəssalam da işini gör. Bura gələndə də gəlir, görüşürük. Nə gözəl. Anası bir il döşədə başlayırlar ki, rəhmətə gedir. Allah rəhmət eləsin, nur içinə yatsınlar. Deməli, reklamlarımızın vaxtıdır, reklamlara ayrılmalıyıq. Reklamlardan sonra davam eləyəcəyik, bizlə qalın. Bugün də dedik, güldük, oradan, buradan danışdıq, söhbətləşdik. Ötənlər, mən Nəcmi xanımı 50 ildir tanıyıram, bugün kəşf eləmişəm. Sənə təşəkkür edirəm, Nəcmi xanım sizə təşəkkür edirəm, Tağım müəllim sizə təşəkkür edirəm. Əziz tamaşaçılarımız, sabah eyni saatda, eyni vaxtda görüşmək ümidi ilə deyib, gözəl bir ifa ilə baş-başa buraxıram sizləri. Özünüzə yaxşı baxın, Allah qorusun.